Hər şey qaydasındadır. Demək, biz təlim strategiyasını keçən dərs keçəndə biz ümumiyyətlə strategiyanın hər tərəfli, yəni qollarına toxunduq ki, əsasda qarışıq tipli pedaqoji prinsiplərə aydınlıq gətirdik. Qarışıq pedaqoji prinsiplər içərisində hər tərəfli didaktik prinsiplər, təlimin məzmununu təşkil edən didaktik prinsiplərə, ümumiyyətlə təlimdə bərabər imkanların qorunması, gender bərabərliyi, etik davranış prinsipləri daxil olmaqla bütövlükdə təlimin təşkilinə verilən tələb və prinsiplər, eyni zamanda deməli strategiyanın digər bir qolu olan planlaşdırma, düzü planlaşdırmanı ayrıca geniş keçəcəyik ki, çünki metodikaya giriş hissəsidir bizim planlaşdırmamız. Artıq planı keçdikcə ardıcıl bunlar zəncirvari şəkildə qiymətləndirməsi falan, inteqrasiyası, smartı hər birini keçməliyik. Ona görə də əsas bugün strategiyanın əsas vacib hissəsi iş forması, iş üsullarına deməli geniş nəzər salmalıyıq ki, biz əsas mahiyyət etibarilə iş forması, iş üsullarının ümumiyyətlə bugün praktikada tətbiqi əsas da bizim bilirsiniz ki, müasir təlim sistemi bilik yox, bacarıq yönümlü olmalıdır. Bacarıq yönümlü niyə? Bax, standart verir ki, verərdi elə əsas standart, heç alt standartı formalaşdırmazdı. Çünki əsas standart bilik verir, amma bacarıq formalaşdırmır. Bugün bizə bacarığı formalaşdıran və təhsil alanların nailiyyət səviyyəsinə qoyulan minimalni tələb, maksimallı deyil də minimalni tələbi biz alt standartın tələbi əsasında reallaşdırırıq ki, bugün bacarıq yönümlü olmağımız, baxın, təlim strategiyasında ümumiyyətlə strategiya elə bir zəncirvari bir prosesdir ki, strategiyada əsas baxın hər biri görürsünüz. Mövzu, standart verisi, standart üzrə mövzu üzrə məqsəd, inteqrasiya, iş üsulu, iş formaları, resursları. Yəni, görürsünüz, mühit bir-birini tamamlamalıdır. Zəncirvari hissə, strategiya bir-birini tamamlamalı və uşaqların, belə deyək də, hər birinin təlim məqsədinə çatması. Əsas hədəf nədir? Uğurun əldə edilməsi, məqsədin nəticə yönümlü, produktiv olması deməkdir. Produktiv, nəticə yönümlü məhsuldarlıq deməkdir. Və bugün iş üsullarına biz baxanda zaten 1-3 yaşlı ilə 3-6 yaşlı iş üsullarını köhnədən əvvəldən bilirik ki, 1-3 yaşlı uşaqlarda biz daha çox oyun əsaslı iş üsulları bilirik ki, daha çox bizim açar sözümüz süjetli rollu oyunlardır. Hərəkətli və didaktik oyunlar. Görürsünüz, didaktik tərəfi idrakla bağlı olan riyazi, hərəkətli fiziki mədəniyyət məşğələrimizin mütəhərrik oyunları, eyni zamanda süjetli rollu oyunlar, yaradıcı, imitasiya, təqlid etmə xarakterli oyunlardır. Və oyun iş üsulu təbii ki, bütün yaş dövrləri üçün effektivdir. Niyə 1-3 yaşdan 3-6 yaşda oyunlarında, ümumiyyətlə süjetli rollu oyunlarında fərq nədən ibarətdir? 1-3 yaşlı bilirsiniz ki, körpələr dönəmidir. 1-ci, 2-ci körpələr dönəmi daxil olmaqla uşaqların daha çox, belə deyək də, böyüyü yamsılaması, belə deyək də, daha çox rola girmə bacarığı, təqlid etmə bacarıqları, özünü bilavasitə rolu canlandırması, rolu əsas obrazın bir hissəsi görməsi, belə deyək də, daha güclüdür. Amma artıq 3-6 yaşda uşaqlarda bilirsiniz ki, oyunlar iş üsulu deyəndə artıq problemə müəyyən bir nöqtədən, yəni ümumiyyətlə daha çox oyun, burada bilirsiniz ki, 3-6 yaş dövründə təfəkkür daha çox, yəni şuurlu mənimsəmə dövrü inkişaf etdiyi üçün uşaqlar, məsələn, 1-3 yaşda qavrama psixoprosesdir. Uşaq nəyisə anlayaraq, tanıyaraq, qavrayaraq hər bir şeyi, yəni belə deyək də, hərəkətə keçmə, təqlid etməsində, belə deyək də, ümumiyyətlə fəaliyyəti yerinə yetirməsində, amma 3-6 yaş dövrü ilə 1-3 yaşının təbii ki, iş üsulları arasında da geniş, böyük bir fərq var ki, məsələn, bugün niyə biz əqli hücumu, tapmaca kimi, problemli vəziyyət, suallar kimi iş üsullarını 3-6 yaşda veririk? Çünki bugün uşaqların əsas şuurlu mənimsəmə dövrü, uşaqların artıq tənqidi kritik bacarıqlarının formalaşması, tənqidi kritikdə, kritik tənqidi nədir? Uşağın analiz, sintez etmə bacarığı, uşağın, belə deyək də, vəziyyətə yanaşma bacarığı, uşağın, belə deyək də, müsbəti, mənfini görməsi, oxşarı, fərqlini ayırd etməsi, ümumiləşdirmələr apara bilməsi, qruplaşdırmalar apara bilməsi, fərqləndirməsi, müqayisə etməsi və təsnifat aparması. İlk öncə onu qeyd edeyim ki, fərqləndirmə deyirəmsə, müəllimlər, fərqləndirmə orta qrup etibarilə açar söz olaraq götürürsünüz. Uşaq əgər əşyaları fərqləndirirsə, bu ilk dəfə fərqləndirir,
3-4 yaş dövrünün orta qrupun əsas feili olaraq götürülür. Yox, əgər fərqləndirmədən artıq keçirəm müqayisə etmə böyük yaş qrupu, 4-5 yaş qrupunun açar sözü. Yox, əgər ümumiləşdirmə, təsnifat, qruplaşdırma görürəmsə, bu artıq məktəbə hazırlıq 5-6 yaş dövrünün açar sözü olaraq əsas mahiyyət etibarilə götürülür. İndi iş üsullarına ümumiyyətlə birinci istəyirəm oyunlarla baxaq. Çünki oyunlar iş üsulunda əsas biz oyunu keçəndə, oyunu biz ayrıca bir mövzu kimi bilirsiniz ki, oyun qaydalı oyunlar var, yaradıcı oyunlar var. Qaydalı da özü təbii ki, mütəhərrik, didaktik olmaqla 2 hissəyə bölünür. Bunların hər birini, baxın, iş üsullarda bugün məsələn deyək, yaradıcıda süjetli rollu oyunları görürük. Çünki artıq burada uşaqların yeni rolü canlandırması, yeni süjet xətti, hətta müxtəlif tikinti materiallardan tikinti belə deyək də güşəsi gözümüzün qabağına gəlir ki, o legoların quraşdırılması, müxtəlif məsəl üçün körpülərin quraşdırılması, bunların hər birini belə deyək də gətirib süjetli rollu oyunların, baxın, belə deyək də altında bir qrafada verilir ki, məsələn, yaradıcı oyunlarda uşaq əsas açar söz etibarıyla nə görürük? Müşahidə et və təsəvvüründə canlandır. Müşahidə et və canlandır. Desə ki, müşahidə et, ara, araşdır, tədqiqat apar, bu artıq idraka gedəcək. Yox, müşahidə et, öz təsəvvüründə canlandır, xəyalən canlandır deyirsə artıq təsəvvür, təxəyyül, bu olacaq tamamilə yaradıcı, yəni estetik yaradıcı gedəcək. Qaydalı oyunlarda da adı üstündə müəyyən bir qaydaya tabe olan, yəni bu oyunların qaydaları böyük vasitəsilə təbii ki, tərbiyəçi müəllim, valideyn vasitəsilə uşaqlara ötürülən bir qayda formalaşan oyunlardır ki, bu da mütəhərrik və didaktik olmaqla, yəni burada həm didaktik oyunlarda ayrıca, yəni bu artıq gedir, yəni oyunlar belə deyək də mövzumu, həmçinin görürsünüz, baxın bunu bugün iş üsullarının içərisində ətraflı olaraq 2026 çərçivəsində verir. Eyni zamanda burada, məsəl üçün, istəmirəm burada çox vaxt itirəm, çünki digər üsulların vacib əhəmiyyətini danışmaq istəyirəm, çünki bu artıq oyunları danışsam, oyun mövzusunu danışmış olacağım. Ona görə də, baxın, burada da görürsünüz, ətraflı olaraq həm süjetli rollu, həm qaydalı oyunlar, hərəkətli oyunlar birbaşa olaraq, yəni mahiyyət etibarilə göstərilir hər biri. Yəni özünüz də oxusaz çox belə yəni açıqlaması ilə, yəni geniş təfərrüatı ilə verilmiş bir məqalədir bu, yəni Artinin materialında. Həmçinin, yəni özünüz bugün öz praktik olaraq öz məşğələnizdə də tətbiq edə bilərsiniz həmçinin. Deməli, oyunlardan sonra artıq biz keçid alırıq. Əsas məsələ əqli hücumdur müəllimlər. Əqli hücumu əsas açar sözləri ilə bilirik ki, əqli hücum nədir? Fəaliyyətin stimullaşdırılması, bütün ideyaların toplanması. Belə deyək, uşaqlar arasında fikir müxtəlifliyi formalaşdırmaq və əgər bir problemli situasiya varsa da belə, problemli vəziyyətin həll yolunu tapmaq. Və əqli hücum təbii ki, beyin həmləsidir. Ümumiyyətlə, əqli hücum niyə beyin həmləsi, beyin fırtınası, qasırğa kimi, yəni belə bu vəziyyətdə deyirik biz, çünki uşaqların idraki aktiv fəaliyyətini ön plana çıxarmaq, əsas məsələ məşğələnin motivasiya mərhələsini həyata keçirməkdir. Çünki biz fəaliyyəti stimullaşdırma deyirsə, stimul sözünün özünün əsas açar söz mənası nədir? Stimul tədqiqata açıq, tədqiqata belə deyək də həvəsləndirmə. Stimul həvəs deməkdir. Stimul tədqiqata maraq yaratmaq. Tədqiqat da nədir? Məşğələmizin ikinci mərhələsi dərk etmə bilirsiniz ki, tədqiqatdır. Çünki tədqiq edərək öyrənmə, dərk etmədə biz nə deyirdik? Dərk etmədə əsas müqayisə apar, mühakimə, mövqe, münasibət, diskussiya, açıq ətraflı müzakirələr aparmaq, açıq tipli suallar ətrafında müzakirələr aparmaq. Bugün müzakirəyə keçidin əsas başında gələn motivasiya mərhələsidir ki, biz əqli hücum sayəsində əqli hücum quraraq biz məşğələmizi ilkin mərhələsinə başlamaq, yəni keçid almaq, motivasiya qurmaq istəyirik. Görürsünüz, hətta burada deyir ki, tərbiyəçi müəllim sual verir və bu artıq bir əqli hücum mərhələsi təşkil etmək üçün bir sual verilir. Və burada da müxtəlif bir sual verərkən də uşaqların da bir fikir, bir müəyyən bir, belə deyək də, mülahizələr, fərziyyələr irəli sürmək üçün, amma qısa bir, məhdud bir vaxt verilir. Çünki geniş bir vaxt versək, bu artıq müzakirə işi sonuna gedib çıxır. Amma bizim məqsədimiz burada nədir? Uşağa geniş-geniş düşündürmək yox. Sadəcə görürsünüz, qısa konkret uşaqlar, ətraf mühitin çirklənməsi nə deməkdir? Yəni,
Siz nə başa düşürsüz? Yəni bəs sizcə biz onu necə təmiz saxlaya bilərik? Məsələn, hərə bir arqument gətirir. Məsələn, bir uşaq deyir ki, müəllimə tullantıları məsəl üçün deyirəm, tökməməklə, məsəl üçün yaşıllığı qorumaqla, ağacları qorumaqla, yəni hərəsi müxtəlif bir fərziyyələr, ideyalar irəli sürür, anidən beyinə gəlir. Çünki beyin həmləsi, idrak, koqnitiv sfera formalaşır və uşaqlar hər biri təbii ki, öz ideyalarını səslə görürsünüz. Yəni qısa məhdud vaxt ərzində, çünki geniş bir müddət versəm, artıq bu gedəcək müzakirə işi sonuna. Ona görə də biz burada artıq bir vəziyyət verib, situasiyanı verib, bu situasiya ətrafında ideyalar toplayırıq. Və bu da bizi tədqiqata həvəsləndirib uşaqların ümumi fəaliyyətini stimullaşdırır. Aha, və sonda necə yekunlaşdıra bilərik? Məsələn, artıq əqli hücum mərhələsində belə deyək, qaydamızı veririk ki, bəli, hər bir uşağın fikri qiymətlidir. Heç bir halda yanlış da olsa belə fikir qəti şəkildə tənqid olunmur və müxtəlif, görürsünüz, burada da deyir, zibli yerə atmamalıyıq müəllimə, məsəl üçün ağac əkək, heyvanlara kömək edək, suyu boşuna israf etməyək və s. Və sonda qruplaşdırılır. Qruplaşdırmaq nədir? Yəni, ümumiləşdirilir. Necə? Oxşar ideyalar bir yerə toplanılır. Məsələn, artıq ümumi bir nəticəyə gəlirik və bunu keçid alıb artıq dərk etmə mərhələsində tədqiqatını aparırıq. Müzakirə, iş üsulu deyirik də dərk etmənin əsas açar sözü. Və qeyd eləyək ki, motivasiya mərhələsi əqli hücum, diqqət psixi prosesidir. Çünki diqqət psixi prosesi, biz burada təfəkkür qəti şəkildə götürmürük. Çünki diqqətin odaqlanması, deməli, diqqət psixi proses, vizual öyrənmə tərəfdarı və göz görmə və fəaliyyəti stimullaşdırmaqdır. Burada artıq əqli hücumu, yəni biz bu cür açar sözlərlə yadda saxlayırıq. Bəs yaxşı, problemli vəziyyət. Problemli vəziyyətdə necədir? Problemli vəziyyəti bəzən müəllimlər əqli hücum iş üsulu ilə də qarışıq salırıq. Yəni burada əsas məqamı deyəcəm müəllimlər, əqli hücumla problemli vəziyyəti əsas ayırd etmək üçün, çünki problemli vəziyyətdə müəllimlər işçi vərəqləri axtarırsınız, praktik yönümlü vəziyyət axtarırsınız, praktik yönümlü. Səslər bağlı olsun, zəhmət olmasa müəllimlər. Sonra sual açacağım, hər birinin sualınızı verəcəksiniz. Çünki izah eləyirəm, artıq səslər gəlir mənə. Problemli vəziyyətdə müəllimlər mütləq bir problem qoyuluşu olmalıdır. Səslərə nəzarət eləyək, zəhmət olmasa. Mən artıq mitdən çıxıram, səslərə baxıram. Kimin səsi açıqdır? Səsləri bağlayın müəllimlər. Siz çoxsuz, mən təkəm, zəhmət olmasın. Aha. Problemli vəziyyətdə müəllimlər tənqidi təfəkkürdür. Birbaşa tənqidi təfəkkür, təhlil etmə və ümumiləşdirmə. Təhlil et, analiz et və sonda ümumiləşdir. Və problem qoyuluşu mütləqdir və mütləq problemdə ki, problemli vəziyyət təsvir olunmuş işçi vərəqlərdir. Mütləq işçi vərəqlər praktik yönümlü olaraq uşaqlara təklif olunur, təbii ki, paylanılır və burada təklif belə deyək, hansı vəziyyət, problemli vəziyyət artıq nümayiş olunacaqsa, müzakirə olunacaqsa, artıq uşaqlar ki, 4-5 nəfərlik qruplara bölünür və həmin qruplar artıq hər qrupa fərqli-fərqli, müxtəlif problemli vəziyyətlər verilir. Aydın olurmu? Çünki 4-5 nəfərlik qruplara bölürsünüz uşaqları və təbii ki, hər qrupa öz işçi vərəqləri olacaq, öz, belə deyək də, problemli vəziyyətlər müxtəlif olacaq. Problemli təşkil olunmuş, belə deyək, təsvir olunmuş tapşırıqlar ayrı-ayrı veriləcək. Və sonda da təbii ki, həmin o problem ətrafında verilən, aparılan diskussiya, müzakirələr sonda ümumiləşdirilir və ümumi bir müzakirə şəklində aparılır. Hətta burada nümunəni də görürsünüz, verir ki, məsələn, sabah sizə testdə situasiyanı verəndə, baxın, görür, deyir, parkda oynayan uşaqlardan biri digər uşağın oyuncağını icazəsiz götürür. Aha, çünki burada niyə artıq oyuncu paylaşımı məsələsi var ki, məsələn, burada artıq icazəsiz olaraq bir uşağın, yəni digər bir uşağın oyuncağını götürməsi və uşaqlar arasında anlaşılmazlıq yaranır. Bəs sizcə bu vəziyyətdə uşaqlar necə davranmalıdır? Burada artıq, belə deyək də, müəllimin əsas yanaşması necə olmalıdır? Bu cür problemli situasiyanı şəkil vasitəsilə vizual öyrənməni təmin edərək uşaqlara izah etməli və onunla bağlı olaraq işçi vərəqləri hazırlamalıdır ki, və uşaqlar artıq təbii ki, təlimimizin məqsədinə uyğun şəkildə
fərqləri uşaqlara təqdim etməlisiniz və uşaqlar da problemi müzakirə edərək mümkün həll yollarını araşdırırlar ki, məhz burada sual görürsünüzmü? Sualda məsələn desəz ki, bunun məsələn suallar iş üsulu ilə və yaxud da əqli hücumla digər bir fərqi nədən olar ibarətdir. Çünki burada müəllimlər əqli hücumda biz daha çox düzdür, burada da baxın problem var. Biz yuxarıda əqli hücumda da dedik ki, problemin bir neçə həllinin işlənib hazırlanması. Amma biz məsələn deyirik ki, burada sualı verir ki, uşaqlar ətraf mühit çirklənməsini biz necə aradan qaldıra bilərik? Yəni sizcə biz necə təmiz saxlaya bilərik? Bir neçə ideyalar irəli sürürük. Aydın olurmu şifahi formada? Amma biz burada konkret olaraq uşaqlara tətbiq edici bir situasiya yaradırıq ki, uşaqlar işçi vərəqlərdə hər biri belə deyək də tətbiq etmə, yəni kinestetik öyrənmə tərzimizi vizual daha çox əqli hücumda, amma kinestetik hərəkətlilik tətbiq etmə daha çox problemli vəziyyətdədir ki, çünki artıq uşaqlar işlərini bitirdikdən sonra artıq qiymətləndirmə aparılır. Aha. Və burada hətta baxın elmi əsaslandırması var ki, nəzəriyyələrlə də burada verilir ki, burada artıq konstruktivizm, bilirsiniz ki, zehni və sosial konstruktivizm var. Biz bugün Piaget ilə Vygotskyini keçirik. Jean Piaget bilirsiniz ki, idraki, zehni, öyrənmənin zehni mərhələlərdən keçdiyini bildirən məşhur belə deyək də psixoloq Piaget və Vygotsky. Vygotsky sosiallığın tərəfdarı idi. Yəni biz burada görürsünüz deyir ki, uşaq təcrübə yolu ilə öyrənsin, uşağa sərbəstlik ver, müstəqillik ver, uşaq təcrübə ilə öyrənsin, uşaq tədqiqat apararaq öyrənsin. Tədqiqat apararaq elmi əsaslandırma, təcrübə ilə öyrənməyin tərəfdarı Piagetdir. Və ziddiyyətli vəziyyətlər, bir-birinə zidd vəziyyətlər, yəni biliyin yenidən qurulmasına səbəb olma. Birinci biliyi, zehni, öyrənməni Piaget, yəni zehni fəaliyyəti, idraki Piaget əsas götürürdü və təbii ki, artıq Vygotsky-də nədir? Vygotsky zaten adı üstündə sosiallıqdır ki, Vygotsky deyirdi ki, öyrənsin. Yəni mən bunun əleyhinə deyiləm, amma tək öyrənməsin. Yanında bir əməkdaşlığa əsaslanan, yəni özündən belə deyək bilikli bir yoldaşının vasitəsilə də öyrənməsini bugün gücləndirsin. Və daha çox qrup müzakirələrini Vygotsky qeyd edirdi. Bu yaxın inkişaf zonası hələ aktual inkişaf zonasında biz nə demişdik? Uşaq köməksiz tək müstəqil şəkildə sonda məqsədə nail olurdu aktualda. Yaxın inkişaf zonasında hələ də uşağa çünki biz scaffoldingi yaxın inkişaf zonasında verirdik, müəllimin istiqamətləndiricisi. Müəllimin istiqamətləndiricici bir mövqedə olması. Aydın olurmu? Və buna görə də bugün daha çox, yəni bir yenilik də budur ki, Piaget və Vygotsky tərəfindən, ümumiyyətlə nəzəri baxımdan tərəfindən yeni əlavələr də verilir ki, burada məsəl üçün problemli vəziyyət konkret idrakdır, konkret təfəkkürdür. Amma əqli hücum diqqətdir, əqli hücum fəaliyyəti stimullaşdırmaqdır. Uşaqlara ideyalar, yəni qısa bir vaxt müddət ərzində uşaqlardan şifahi şəkildə ideyaların, fərziyyələrin toplanmasıdır. Amma problemli vəziyyətdə konkret problem olmalıdır, problemə köklənməliyik və qruplarla iş əsasında aparırıq. Qruplarla apararaq da müzakirələr edirik, amma problemli vəziyyətin müzakirə iş üsulundan da fərqi var. Çünki müzakirə iş üsulunda biz daha çox açıq tipli suallar verərək biz onları tədqiqata, birbaşa olaraq dərk etmə mərhələsinə əsaslanırıq. Çünki fikir mübadiləsi aparmaq, diskussiya aparmaq, mövqe münasibət bildirmək, səbəb-nəticə analizlərini vermək, yəni səbəb-nəticə əlaqəsi qurmaq birbaşa müzakirə iş üsulu dərk etmə mərhələsindədir. Aha. İndi isə gəlirik suallara. Bura qədər sualınız varsa müəllimlər, buyurun. Buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Müəllimə, Bloom taksonomiyası imtahanda düşəcək, yəni belə iş üsullarından əlaqəli düşə bilərmi? Düşəcək müəllimə, amma konkret deyilməyəcək Bloom taksonomiyası adı altında. Sadəcə olaraq taksonomiyanın mərhələləri haqqında belə deyək də. Sırf testdə Bloom sözü görməyəcəksiniz də, yəni onu deyim. Ancaq əlaqəli olaraq müəllimə. Bəli. Siz bugün o mərhələləri bilsəz, təsnifatı 6 mərhələsini bilsəz, artıq siz biləcəksiniz ki, məsələn, harda anlama, harda xatırlama, harda tətbiq etmə. Artıq onların, bəli, situasiyada onun testləri var da, yəni
Situasiya, mən situasiya yazıram, orada deyirəm ki, məsələn, uşaq bulumun hansı mərhələsindədir, hansı səviyyəsindədir. Oldu. Təşəkkür edirəm. Sağ olun. Sabah onların hər birinə qoşularsınız sabah müəllimlər 21:00-da. Çox İctimai məmnun. olaraq Sabah ödənişsizləri, ödəniş olmayanları qoşacaqsınız yoxsa? yox, ictimai paylaşım, ödənişli qrupun dərsidir, amma paylaşacağam, sizlər də faydalanın. Çünki Bir yenilik. dənə də söz soruşa bilərəm müəllim. Mən biz sağ dedik ki, olun. Əlgül hücum motivasiyadadır, problemli vəziyyətdə qruplarla işlədir. Tətbiq etmədə hansı istifadə olunur? Tətbiq etmədə oyunlar iş üsulu müəllimlər, praktik, kinestetik oyunlar iş üsulu və yaradıcı, estetik yaradıcı inkişaf sahəsi, təxəyyül psixoprosesi. Söz assosiasiyası da Aktuallaşdırma mərhələsi. Bəli, aktuallaşdırma. bəli, hafizə psixoprosesi. Müzakirə də dərk etməyə aid. Bəli, bəli, müzakirə iş üsulu dərk etmədə təfəkkür psixoprosesi, tənqidi təfəkkür. Deməli müəllimlər, suallar. Əsas məsələ suallar iş üsuluna deməli baxmalıyıq. Sualların yenilik çoxdur suallarda müəllimlər, onu qeyd edeyim ki, yəni baxın burada hər biri özdə Artinin materialıdır, özünüz bilirsiniz, baxmısınız. Hər biri əlavə olunan yenilikləri qeyd edəcəm. Əvvəllər, yəni bu günə qədər 2026-ya qədər özünüz diaqnostik imtahan vermisiniz. MİQ hazırlaşan müəllimlər də çox gözəl bilir ki, suallar qısa şəkildə verirdilər, məhdud idi suallar. Sadəcə suallarda verilən ardıcıllıq, qısa, qapalı cavablar. Suallar iş üsulu, müzakirə iş üsulundan fərqi nədir müəllimlər? Müzakirədə açıq tipli suallar verirdik. Uşaqları düşündürürdük, uşaqları dərk etməyə həvəsləndirirdik, uşaqlar tədqiqata aparırdı, tənqidi mülahizələri irəli sürürdü. Amma suallarda biz daha çox qapalı tipli cavablar, qapalı tipli suallar verirdik uşaqlara. Hətta ardıcıllıq bir-birini, mövzu, məzmun, elə bil ki, planlaşdırmamızın məntiqi ardıcıllığı. Suallarda biz suallar iş üsulunda görürük. Baxın müəllimlər, burada veribdir. Tutalım ki, baxın sualların birincisi olaraq açar sözlərini deyirəm, qeyd edeyim müəllimlər, zəhmət olmasa. Deməli, sualların ilkin olaraq açar sözü. Suallar ümumiyyətlə idrak fəallığıdır. Suallar birbaşa idrakdır. Təlimin təşkilinə verilən prinsiplərdən idrak fəallığıdır. O da bərabərdir inkişaf yönümlülük didaktik prinsipi. Qeyd edeyim ki, Müəllimə, nə olar bir dənə yavaş-yavaş deyə bilərsiniz, yazıram, amma onu çatdırmıram. Qeyd eləyirəm. Suallar müəllimlər idrakdır. İdrak inkişaf sahəsi, təlimin təşkilinə verilən prinsiplərdən idrak fəallığıdır. İdrak fəallığıdır. Suallar ardıcıl xarakter daşıyır. Ardıcıl, məntiqi, daha doğrusu məntiqi ardıcıllığa əsasən tətbiq olunur. Mövzu, məzmun bir-biri ilə əlaqəli olmalıdır sualları verərkən. Mövzu, məzmun bir-biri ilə əlaqəli olmalıdır. Maksimum 4-5 say. Bunu əvvəldən biz bilirdik ki, sualların sayı maksimum 4-5 arası olmalıdır. Qəbulda və yaxud da sertifikasiya imtahanında deyəcək ki, o hansı iş üsuludur ki, bütün iş üsulları ilə əlaqəlidir. O hansı iş üsuludur ki, bütün iş üsulları ilə əlaqədardır. Cavab olacaq suallar iş üsulu. Bəli. Cavab olacaq universal iş üsulu və yaxud da belə düşək ki, testlərdə hansı iş üsuludur ki, universal. Universal iş üsuludakı əqli hücum götürəcəksiniz. Qeyd eləyin. Universal iş üsulu, əqli hücum. Çünki əqli hücum bütün məşğələlərdə veririk. Suallar iş üsulu isə bütün üsullarla bağlıdır. Bütün iş üsulları ilə birbaşa inteqrasiyalıdır, bağlıdır. Çünki təlim prosesində verirəm, məşğələ prosesində verirəm, oyun əsaslı fəaliyyətdə verirəm, ictimai faydalı və yaxud da asudə vaxtın təşkilində verirəm, diskussiya zamanı verirəm. Diskussiya nədir? Uşaqla müzakirələr təşkil edirsiniz və yaxud da müsahibə zamanı uşaqdan müsahibə götürürsünüz, müzakirələr edirsiniz. Müzakirə, diskussiya eyni bir şeydir zaten. Və
Əsas keçək sualların görürsüz növləri. Baxın müəllimlər, bu hissə ki var. Baxın bu hissəmdən qaralayım. Baxın, bax burdan bu hissə. Bax bu hissə sualların növləridir ki, hansı ki sualların bir saniyə bax bu hissə. Aydınlaşdırıcı sual. Baxın bu hissədən. Aydınlaşdırıcı sual, yoxlayıcı sual, istiqamətləndirici və əlaqələndirici suallar. Bunlar yeniliklərdir. Suallar iş üsuluna əlavə olunub. Aha. Deməli, sualların qoyuluşu tənqidi təfəkkür, bilavasitə, görürsünüz, idrak deyirəm. İdrak fəallığı deyirəm. Deməli, tənqidi təfəkkür mütləqdir. Kritik, digər adı kritik tənqidi təfəkkürdür. Məntiqi ardıcıllıq, müəllimlər, gözlənilməlidir, biraz öncə dedim. Niyə? Çünki mövzu, məzmun bir-birini tamamlamalıdır. Siz sual verəndə oradan-buradan sual verməməlisiniz. Bir-birinin ardınca verməlisiniz sualı. Məsələn, uşaqlar, qırmızı papağı gördünüz. Qırmızı papaq nə etdi? Məsələn, növbəti addımda qırmızı papağın edəcəyi, tutalım, süjet xətti üzrə ardıcıl olaraq uşaqlara suallar verirsiniz. Amma görürsünüz, qapalı tipli suallardır. Açıq deyil. Hə, yox, qısa, konkret cavablar uşaqlardan gözləyirsiniz. Bəli, mövzu və məzmun bilavasitə əlaqəli olmalıdır. Tutalım müəllimlər, baxın nümunə verir burada. Bugünkü mövzumuz uşaqlar ev heyvanları haqqında mövzudur, məşğələmizin mövzusu. Ətraf alimlə tanışlıq məşğələmizdə ev heyvanları. Ev heyvanları və onlara qayğı göstərək. Məqsəd nədir? Baxın, məqsəd verirsiniz. 3 məqsədiniz var. Qeyd edeyim ki, bu məqsəd də bunun taksonomiyasını sabah keçəndə izah verəcəm. Smart'ın achievable. Smart'ın əlçatanlığı mütləq qorunmalıdır. Achievable nədir? Əlçatanlıq qorunmalıdır. Əlçatan nədir? Uşağın yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağın potensialı nəzərə alınmalıdır. Achievable, bilavasitə uşaq yönümlülük, təlimdə bərabər imkanlar qorunmalıdır. Heyvanları, məqsəd 1. Heyvanları xüsusiyyətlərinə görə qruplaşdırır. Bilirsiniz də, məqsəd indiki zamanda verdim. Kim qruplaşdırır? Təbii ki, uşaq qruplaşdırır. Məqsəd 2. Heyvanlarla düzgün davranış bacarığı nümayiş etdirir və yaxud da məqsəd 3. İndi burada da məsələn canlıları qoru, mühafizə et, qulluq et və s. kimi qiymətləndirmə bacarığı nümayiş etdirir. Məqsədimi verdim. İndi məqsəd yönlü suallar, achievable əsasən məqsəddən suallar verəcəm. İndi gəlirəm həmin o dediyim kimi 4 dənə bu növünə ki, aydınlaşdırıcı, yoxlayıcı, istiqamətləndirici, əlaqələndirici. Desəm ki, müəllimlər, bunu əzbərləməlisinizmi? Xeyr, əzbərləməməlisiniz. Desəm ki, bəs bu sizə konkret olaraq qəbulda necə düşəcək, bilavasitə konkret cavabla mı düşəcək? Yenə də xeyr. Sizə sadəcə bilməlisiniz ki, məsələn, situasiyanı versə ki, tutalım, uşaqlar, sizcə ev heyvanı nədir? Nə üçün insanlar ev heyvanı saxlayırlar? Siz artıq burada avtomatik bilməlisiniz ki, söhbət aydınlaşdırıcıdan gedir. Çünki aydınlaşdırıcıda əsas məsələ uşağın analiz etməsidir, aydınlaşdırmasıdır. Bir növ tənqidi yanaşma, çünki biz yuxarıda da dedik axı, açar sözü olaraq sualların əsas açar sözü nədir? Bilavasitə tənqidi təfəkkürün inkişafıdır, uşağın kritik bacarığıdır, aydınlaşdırmada nədir? Uşağın analiz etmə bacarığıdır, tənqidi bacarığıdır. Məsələn, burada tutalım deyirəm ki, artıq bir-birinin ardınca gəlir də, burada artıq yəni zəncirvari formada gəlir. Məsələn, aydınlaşdırıcı sualda tutalım deyirəm ki, uşaqlar, nə üçün insanlar bugün ev heyvanları saxlayırlar? Daha çox kənd həyatı haqqında uşaqlara məlumat verirəm. Artıq məqsədimiz nədir? Uşağın fikrini dəqiqləşdirməkdir, aydınlaşdırmaqdır. Burada artıq müəllim uşağı düşündürür. Və uşağın nə düşündüyünü daha aydın müəyyənləşdirmək imkanı verir müəllim üçün. Çünki müəllim uşağı düşündürür və uşağın nə düşündüyünü daha aydın müəyyənləşdirməyə çalışır müəllim. Və açar sözləri necə qeyd eləyəcəksiniz? Məsələn, müəllim axı sual verir, nə üçün? Uşaqlar, ev heyvanı nədir? Məsələn, uşaq düşünür, müəllimə pişik, məsələn, pişik ev heyvanıdır. Məsəl üçün, qoyun, inək və s. də tutalım. İndi müəllim sual verir. Nə üçün pişiyin ev heyvanı olduğunu düşünürsən? Aydınlaşdırmaq məqsədi ilə birinci etapım nədir müəllimlər? Aydınlaşdırmaq məqsədi ilə bu sualı verirəm. Artıq uşaq bu sualın cavabını düşünərək aydınlaşdırmağa başlayır. Yəni, uşağı əsaslandırıram, deyirəm fikri və əsaslandır. Sual verdim, ev heyvanı tanıyırsan, deyir, bəli, deyirəm, hansı? Məsələn, uşaq deyir, pişik. Nə üçün pişik ev heyvanıdır? Niyə bu cür düşünürsən? Artıq uşaq başlayır fikrini əsaslandırmağa, aydınlaşdırmaqdır məqsədim. Aydın olurmu?
Keçirəm yoxlayıcı suala. Yoxlayıcı sual belə qeyd eləyək də, uşaqlarda yoxlayıcı sualı müəyyənləşdirmək üçün əsas açar söz olaraq qeyd eləyirsiniz ki, məsələn, uşağın anlıq bacarığını, mövzunu anlayıb anlamadığını müəyyənləşdiririk. Yoxlayıcı sualda mövzunu anlayıb anlamadığını, məsələn, uşaqlar, bəs yaxşı ev heyvanlarına baxmaq çətin ola bilərmi sizcə? Evdə onlara qulluq etmək çətindirmi? Çətindirsə nəyə görə? Fikrinizi əsaslandırın. Deməli, nə dedim? Nə yönəltdim? Yəni nəyə görə niyəsini, səbəbini, nə dərəcədə doğrudur, nə dərəcədə yanlışdır məsələn. Burada artıq yoxlayıcıda mən uşağı yoxlayıram, adı üstündə yoxlayıram. Amma necə yoxlayıram? Uşağın mövzu ilə bağlı anlayışını yoxlayıram. Ev heyvanları ilə bağlı, baxın sualı verirəm ki, ev heyvanlarına qulluq etmək sizcə çətin olarmı? Artıq onlarda ev heyvanlarına qulluq etmə bacarıqlarını yoxlayıram. Uşağın mövzu ilə bağlı anlayışını yoxlayıram. Məsəl üçün deyirəm ki, tutalım deyirsən pişiyə baxacağam. Yəni pişik ev heyvanlarına. Yaxşı pişiyin qidalanması üçün. Onun qidalanması, suya nə dərəcədə ehtiyacı var, qulluğa nə dərəcədə ehtiyacı var? Aha, uşaq deyir ki, bəli, müəllimə ehtiyacı var. Deyirəm, bəs yaxşı, nəyə görə? Səbəbi? Səbəb nədir? Artıq burada mən uşaqdan nəyə görə sualı verirəmsə, onu yoxlayıramsa, deməli, mən ondan artıq əzbər bir cavab tələb eləmirəm. Səbəb nəticə əlaqəsi qurmağını tələb eləyirəm. Çünki niyəsini soruşuram uşaqdan sizcə nəyə görə? Məsələn, niyə onların bugün belə deyək də, heyvanların da qulluğa ehtiyacı var. Aydın olurmu? Aha. Deməli, anlama hissəsi, Bloom taksonomiyasında anlama hissəsi yoxlayıcıya verirəm. Aydın oldu mu? Anlama hissəsini belə deyək də, yoxlayıcı suala verirəm. Xatırlamanı isə gətirib aydınlaşdırıcıya verirəm. Yaxşı olar ki, Bloom'u sabah boyu üzrə mən aydınlaşdırım sizə. Qarışdırmayaq. Hələ ki, bu suallar üzərindən yeniliklərə baxaq. Bloom hissəsini sabah inşallah ki, izahını konkret verəcəm, yəni mərhələlərlə. Deməli, istiqamətləndirici sual keçdik. İstiqamətləndirici sualda artıq biz uşağa düşünməsi üçün istiqamət veririk. Çünki sanki scaffolding gözünüzün qabağına gəlsin. Müəllim necə uşağa istiqamət verir? Məsələn, deyirəm, əgər sizin balaca bir itiniz olsaydı, siz ona necə qulluq edərdiniz uşaqlar? İstiqamət verdim. Yəni, yoxlayıcı sualdan fərqim nə oldu? Yoxlayıcıda elə uşağı yoxlayıram. Çətindirmi, asandırmı, qulluq etmək olarmı? Olarsa da bəli deyirsiniz, nəyə görə olar? Niyəsini soruşuram, yoxlayıram. Niyəsini, uşağı yoxlamaq məqsədi ilə verirəm. Amma istiqamətləndirici artıq uşağa bir istiqamət, sanki bir ipucu verirəm, amma cavabı birbaşa demirəm də uşağa, birbaşa kömək eləmirəm. Yəni, burada, məsələn, bu sualda artıq konkret, əgər sizin balaca bir itiniz olsaydı, necə qulluq edərdiniz? Uşaq artıq öz təcrübəsinə, öz təsəvvürünə əsaslanaraq, nə görübsə, öz təsəvvürünə, təsəvvürünə əsaslanaraq cavab verir. Məsələn, deyir ki, tutalım, ona yemək verərdim, məsələn, suyunu dəyişərdim, məsəl üçün yuyundurardım, gəzməyə aparardım və s. Çünki öz düşüncəsini müəyyən edən öz mülahizələrini səsləndirir. Aydın olurmu? Aha, uşağın cavabları. Yəni, müəllim tərəfindən müəllim istiqamətləndirir, cavabı hazır qəti şəkildə vermir, cavabı uşaqdan istəyir. Bəs yaxşı, əlaqələndirici nədir? Əlaqələndiricidə artıq biz qeyd eləyirik ki, əlaqələndirici bir növ inteqrasiya gözünüzün qabağına gəlsin müəllimlər. Necə deyirik? Həyatla əlaqələndirmə yadınızdadırsa. Burada da əlaqələndiricidə biz daha çox birbaşa əlaqələndiririk. Məsələn, deyirəm ki, uşaqlar, heyvanlara qarşı yaxşı davranmaq niyə vacibdir? Aha, başqa canlılara necə yanaşmalıyıq? Yəni, burada artıq ətraflı şəkildə uşağın, belə deyək də, gördüklərini əlaqələndirməsidir. Çünki məqsədimiz nədir? Bax, bu sualları, bu 4 sualları uşaqlara yönəldici, aydınlaşdırıcı, yoxlayıcı, istiqamətləndirici, əlaqələndirici sualları verməklə yenə də gəlib idrak fəallığına stimullaşdırmaq, tənqidi təfəkkürü, məntiqi ardıcıllığı inkişaf etdirməkdir.
Və uşaqlarda dəyər formalaşdırmaqdır. Mərhəmət, məsuliyyət bir növ dəyərlərdə gedir. Və yenə də qeyd eləyirəm. Deməli, siz suallarda nə axtaracaqsınız? İdrak fəallığı, əsas açar söz, təfəkkür axtaracaqsınız. Təfəkkür də sizin tənqidi təfəkkür. Tənqidi təfəkkür dedim, analiz etməniz. Məntiqi təfəkkür isə artıq belə deyək də, tənqidi təfəkkür analiz etmə, məntiqi olaraq artıq uşağın məntiqi düşüncəsini formalaşdırmaq, şüurlu mənimsəməsi, eyni zamanda məntiqi ardıcıllığı inkişaf etdirmək. Məntiqi ardıcıl şəkildə görürsünüz, mövzum heyvanlardandır. Bir-bir ardıcıl şəkildə aydınlaşdırıcı, yoxlayıcı, istiqamətləndirici, əlaqələndirici yaradaraq bir-bir suallarımı uşaqlara verdim. Amma qəti şəkildə burada nə mövzudan kənara çıxmadım, nə də mövzu daxili məzmunum pozulmadı. Aydın olurmu? Və son olaraq uşaqlarda heyvanlara qarşı bir mərhəmət hissi, həm də şəxsi və sosial məsuliyyət səriştəsi formalaşdırdım. Yəni, səriştələrdən dəyərlər kateqoriyası. Aha. Və bir də sualları yenə də qeyd eləyirəm. Baxın, burada hətta yenə Piaget ilə Vygotskyini verir ki, çünki Piagetdə biz deyirik ki, sual əsaslı təlim ümumiyyətlə konstruktiv yanaşmaya uyğun olaraq uşağın öyrənməsini aktivləşdirir. Aydın oldu mu? Piaget də aktivləşdirmədir. Çünki Piaget biz əvvəldən demişik ki, Piaget idrakdır, Piaget zehnidir, Piaget uşağın müstəqilliyini, sərbəstliyini, təcrübəni, əsas uşağın özü tədqiqat aparsın, özün tənqidi təfəkkürü inkişaf etsin, özü öz təcrübələrinə dayanaraq, yəni arasın, araşdırsın, fəaliyyətin əsas aktiv, belə deyək də, aparıcısına çevrilsin, iştirakçısına çevrilsin. Piaget bunu istəyir. Amma Vygotsky isə deyir ki, Vygotsky daha çox deyir ki, bu suallar yaxın inkişaf zonasında baş versin. Yəni belə necə? Çünki bu cür suallar Vygotsky'nin bugün elmi əsaslandırmasına əsasən yaxın inkişaf zonasını hərəkətə gətirərək, yaxın inkişaf zonasında biz zaten demişik. Yaxın inkişaf zonasında uşağın, belə deyək də, hətta burada görürsünüz, mən dedim ki, scaffolding, istiqamətləndirici tərəf, müəllimin scaffoldingi ilə yaxın inkişaf zonası əsasında baş verir ki, uşaq bildiklərini daha da dərindən mənimsəsin. İstiqamət verərək daha da uşaq, belə deyək də, öyrənməni stimullaşdırsın. Aha, hətta məntiqi ardıcıllıqla sualların verilməsi uşaqda düşünmə ardıcıllığını da möhkəmləndirir, düşünmə strukturunu da. Çünki qoyulacaq bir problemlərə kompleks yanaşma bacarığı formalaşdırır, yəni ümumi yanaşma bacarığı formalaşdırır uşaqlarda. Və ona görə də burada görürsünüz, hətta taksonomiyada qeyd olunur ki, Bloom'un taksonomiyasındakı bu mərhələlər ki var, bu etaplar, bu idrak səviyyələri konkret olaraq bilik, anlama, tətbiq, təhlil və qiymətləndirməni əhatə edir bütün səviyyələr üzrə. Hansı ki, bu aşağı səviyyə var, bir də yuxarı səviyyə var. İnşallah sabah hər birinin izahını verib, bir daha Bloom'u geniş şəkildə izah edib, bir daha suallara qayıdıb inteqrasiya edəcəm. Suallar oyuna. Və bir də söz assosiasiyasına giriş edəcəm. Məsələn, söz assosiasiyasında artıq biz nə dedik? Söz assosiasiyası elə köhnədən ənənəvi qaydada müəllimlər. Uşağın burada əvvəlki bildikləri, görürsünüz, deyirəm ki, yeni bir mövzu öyrənməyə başlamazdan əvvəl, məsəl üçün, yeni bir məşğələ prosesinə yeni bir mövzu verəcəksiniz. Həmin mövzu hələ siz izaha başlamamışdan öncə bir uşağın o mövzu haqqında nə bildiklərini yoxlamaq istəyirsiniz. Aydın olurmu? Və mövzu mənimsənildikdən sonra artıq qayıdıb əvvəl köhnə biliklə yeni bilik arasında müqayisə aparırsınız. Hətta köhnə biliyi yeni biliklə əlaqələndirirsiniz. Bu olur söz assosiasiyasının əsas vacib situativ açar sözü. Köhnə biliyi aktivləşdirərək, mütləq aktivləşdirmə, köhnə biliyi aktivləşdirərək yeni biliklə əvəz etmək. Aydın olurmu? Və hafizə psixoprosesi. Çünki asosiativ şəkildə xatırlama, hafizə. Qulaq eşidir, xatırlayır. Əsas sözü uşağa təklif edirsiniz, həmin sözlə əlaqədar beynində asosiativ şəkildə xatırlayaraq əlaqəli sözləri deyirlər. Aydın olurmu? Və sonda təbii ki, əldə olunan nəticələr təbii ki, müqayisəli qiymətləndirmə şəklində və uşaqlar da təbii ki, həmin təlim məşğələ prosesində öz inkişaf dinamikasını dərk etməyə imkan verir. Təbii ki, bu ilə hər bir iş üsuluna biz bunu qeyd edirik, sonda ümumi qiymətləndirmə aparırıq.
Və sadəcə olaraq burada yəni əsas məsələni bax bu gün bu məqsədə əsas baxırsınız. Çünki yenə də deyirəm, əvvəlcədən mövzu haqqında nə bilir uşaq? Məqsədimiz budur. Bir də ki, yeni biliyi köhnə biliklə belə deyək, əlaqələndirmək, bir də uşağın yenə də təfəkkürünü və nitq aktivliyini stimullaşdırmaq. Zaten təfəkkür hər biri ilə əlaqəlidir. Sadəcə olaraq əsas məsələ söz assosiasiyasında hafizə götürün. Çünki uşaq assosiativ şəkildə elə xatırlayır. Bulunun xatırlamasıdır bu. Aydın olurmu? Ona görə biz bunu aktuallaşdırma, motivasiya qura bilməyəndə biz söz assosiasiyasından istifadə edirik. Aktuallaşdırma mərhələsinə müraciət edirik. Aha. Baxın, hətta burada nümunə verir ki, bugün məşğələ prosesində bu cür nümunə ilə istifadə edəsiniz. Tutalım ki, mövzumuz qış fəsli ilə bağlıdır. Yenə ilkin qiymətləndirmə apararaq nə edirsiniz? Əsas giriş edərək sözü deyirsiniz və artıq uşaq həmin mövzu ilə əlaqəli sözlərdir. Tutalım, qışla bağlı uşaq tez gözün qabağına nə gəlir? Nə xatırlayır beyin? Qarı, soyuğu, məsəl üçün qışda uşaqlar biz isti geyimlər nə geyinirik? Ən məşhur hansı bayramı biz qarşılayırıq qışda? Yeni il tədbiri bayramı. Yəni bunların hər birini giriş edirik, ilkin bir qiymətləndirmə aparırıq. Sonra artıq uşaqlara yeni bilik ötürürük artıq. Çünki yeni bilik ötürəndə artıq keçirik daha da bilikləri nə etməyə, stimullaşdırmaq deməyək, stimullaşdırma əqli hücumdadır. Sadəcə olaraq biliyi daha da aktivləşdiririk. Söz assosiasiyasında köhnə biliyi aktivləşdirib yeni biliyi, belə deyək, yeni bilik ətrafında uşaqları daha dərin mənimsəməsini təmin etmək. Görürsünüz, burada hətta yeni izah, təqdimat verilir. Məsələn, uşaqlar, qar nə üçün yağır? Niyə biz qışda isti geyinirik? Məsələn, müxtəlif, belə deyək də, uşaqlarla maraqlı söhbətlərdə apara bilirik. Və yenidən assosiasiya təşkil edirik. Hətta, baxın, əlavələr bunlardır. Yenidən assosiasiya eləyirik ki, yenə müəllim eyni sözü təklif edir və uşaqlar yenidən öz assosiasiya nədir? Yenidən fikirlərini ümumiləşdirmə. Yenidən bildiklərini ümumiləşdirib paylaşırlar. Və sonda müqayisəli qiymətləndirmə və müzakirələr aparılır. Aha, deməli, burada söz assosiasiyasını Ausbil nəzəriyyəsində veririk ki, çünki David Ausbilin nəzəriyyəsi əsasındadır ki, yeni biliyi mənimsəmək, mövcud biliklərlə əlaqələndirmək. Aydın olurmu? Vygotsky və Piaget də təbii ki, öz tərəfini qeyd edib söz assosiasiyası ilə bağlı. Sadəcə olaraq, belə deyək də, burada təbii ki, Vygotsky yenə yaxın inkişaf zonası tərəfindən yanaşır, amma Piaget yenə də sözlərlə, görürsünüz, deyirəm ki, assosiativ şəkildə xatırla, yeni sözü eşit və köhnə bildiyini xatırlayaraq əlaqə qur, sözlərlə əlaqə quraraq yenə məntiqi düşüncə və bacarıqlarını yenə inkişaf etdir. Aydın olurmu? Və burada metakognitiv inkişaf daha çox söz assosiasiyasındadır. Çünki uşaq neyinir? Metakognitivdə uşaq öz öyrənmə prosesini dərk etməyə başlayır. Metakognitivdə uşağı yoxlayırsan, əvvəl nə bilirdi uşaq? İndi nə bilir? Dünənimlə bugünümün fərqi nədir? Aydın olurmu? Aha. Bəs yaxşı, niyə söz assosiasiyası bugün, belə deyək də, məktəbə qədər təhsildə daha çox önəmlidir? Məktəbə qədər təhsildə əsas üstünlükləri nələrdir? Çünki assosiativ təfəkkür. Artıq burada biz zaten şuurlu mənimsəmə dövrü təfəkkürü 3 yaşından üzərindən etibarən deyirdik, 3-6 yaş. Simvolik düşüncə mərhələsi. Uşaqların deməli şifahi şəkildə öz fikirlərini sərbəst paylaşmağa artıq biz uşaqlara sövq edirik, təşviq edirik və uşağın yenə də fərdi şəkildə öz köhnə bildiklərinə əsasən yaradıcı bacarıqlarını, yəni həm nitqi stimullaşdırır, həm yaradıcı təxəyyül də burada öz sözünü deyir, təfəkkür, təxəyyül, görürsünüz, hafizə, xatırlayıb hafizəsinə gətirir, daha sonra nitqi sayəsində uşaq öz fikirlərini təbii ki çatdırır. Yenə də öz fərdi, yaradıcı, reflektiv düşünməsi təbii ki, inkişaf edir. Aha, bu da oldu bizim söz assosiasiyasımız. Bir
də burada baxanda ümumiyyətlə digər iş üsullarına baxanda müəllimlər nağıl etmə eyni bir şeydir. Çünki nağıl etmədə də biz zaten nəyi görürük? Əsas diaqnostikada da düşmüş suallardır. Yəni nağıl etmə özü diaqnostikada da düşür, mix imtahanlarında da düşür ki, nağıl etmədə biz əsas məsələn veririk ki, tutalım 10-15 dəqiqə ərzində aparılır. Burada əsas ardıcıllıq gözləmək, amma məntiqi yox, zaman ardıcıllığı. Aydın olurmu? Zaman ardıcıllığı, məntiqi ardıcıllıq suallarda gözlənilir, zaman ardıcıllığı nağıl etmədə. Əyani texniki vasitələr, əyanilik mütləq, obrazlıq, əyanilik olduqca vacibdir. Çünki şəkillərlə, illüstrasiyalarla müəllimin nağılı səsləndirməsi daha effektivdir. Və bir də müəllimi verbal və qeyri-verbal yolla uşaqların, belə deyək də, məsələn, verbal deyəndə nə deyirəm müəllimlər? Verbal şifahidir, müəllimin şifahi ünsiyyəti. Suallar verərək uşaqların, belə deyək də, fikirlərini yoxlayır. Məsələn, nağıl danışanda bir də həm sual verir, həm də vizual olaraq uşaqların vizual olanda artıq uşaqların üz ifadəsini, jestlərini müşahidə etməklə tənzimləyir. Ümumiyyətlə verbal və qeyri-verbal, verbal şifahidir, qeyri-verbal üz, mimika, jest, əl-qol hərəkətlərdir. Məlumatı uşağa ötürmək, ümumiyyətlə tərbiyəçidən uşağa ötürmək və dinləmə bacarıqlarının inkişafı. Dinləyək, anlayaq deyəndə biz elə bədii təfəkkür məşğələsi gözümüzün qabağına gəlir. Dinləmə bacarıqlarının inkişafı. Mövzu məzmun zənginləşdirir. Mövzu məzmun əlaqə olursa, mövzu məzmun bir-biri ilə əlaqəlidirsə, suallar iş üsuludur. Məntiqi ardıcıllıq gözlənilir, tənqidi təfəkkür gözlənilir, suallar iş üsuludur. Amma nağıl etmədə isə deyirik ki, deməli uşaqların dinləmə bacarıqlarıdır, qulaq dinləmə bacarıqları. Bir də uşaqlarda əsas deyirik ki, mövzu məzmun zənginləşdirilir. Zənginləşdirilmiş mövzu məzmun uşaqlar, yəni çatdırılır və həmçinin tamamlamaq məqsədi ilə uşaqlara suallar da veririk. Məsəl üçün, nağılı yarı formada kəsib deyirik ki, indi sən, məsəl üçün, uşaqlara ünvanlayırıq ki, indi siz öz təxəyyülünüzə əsasən nağılın davamını gətirin. Artıq burada nədir? Uşağın birbaşa təfəkkürü, uşaq düşünərək, həm də yaradıcı, təxəyyül bacarıqlarına əsasən. Çünki uşaq niyə? Yaradıcılıq məharət. Uşaqdan kreativlik səriştəsi formalaşır. Uşaq yaradıcı təfəkkür və təxəyyül, yaradıcı təfəkkür və təxəyyülünə əsaslanaraq nağılın ardını davam elətdirsin. Aha. Tap-tapmacada, yenə köhnə qayda ilə desək, tap-tapmacada da ki... Mən bir dənə sual verə bilərəm. Buyurun. Mən nağılın ardını davam elətdirmək hafizə deyil, hafizə deyil. Çünki o yadına salır artıq. Mən belə bilirdim. Xeyr. Nağıl etmədə siz artıq davamın, məsəl üçün, yarı yolda kəsirsiniz, deyirsiniz ki, uşaq, sən necə davam elətdirsən, nağılın davamını danış. Məsələn, uşaq artıq öz yaradıcı bacarıqlarını, öz təxəyyül psixoprosesinə əsaslanaraq nağılı davam elətdirir. Təxəyyüldür, birbaşa yaradıcıdır. Müəllimə, olar bir sual da mən verim. Aha. Əgər nağılı, məsəl üçün desək ki, keçən də məşqlərimizdə keçdiyimiz nağılı kim danışar, o yəqin ki, hafizəyə əsaslanır da müəllimə. Xatırlayıb, yada salıb danışar. Bilirsiniz nəyə deyirəm? Məsələn, Qırmızı Papaq nağılını danışır. Danışırıq, yarıda kəsirik. Məsəl üçün, deyirik ki, Qırmızı Papaq dedi ki, nəsə dedi də, ondan sonrası necə olur? Bu yaddaşda olmalı deyil. Yadını salır da ondan nağılını. Bəli. Əslində elə də olar müəllimə, amma bugün suallarda situasiyada elə düşmür. Situasiyada məsələn nağılı konkret uşağın danışmağını istəyiriksə birbaşa təxəyyül psixoprosesidir, yaradıcı. Hafizə yada salmadır. Hafizə bəli, xatırlamadır. Uşaqlar məsəl üçün niyə mən söz assosiasiyasını hafizə vurğulayıram? Çünki uşağa bir mövzu danışır, artıq deyirik ki, uşaqlar tutalım deyirəm ki, yeni dərsə başlayacaq, amma keçən dəfə keçdiklərimizi gəlin təkrarlayaq, bir yada salaq, bir keçmişə qayıdaq. Artıq onda bəli, hafizədir. Keçən dəfə uşaqlar nə keçmişdik? Keçən məşğələmizdə hansı mövzunu keçmişdik? Artıq uşaqlar yada salır, başlayırlar hafizə psixoproses əsasında bəli, öyrəndiklərini, yadda qalanı danışmağa. Bəli. Amma bunu nağıl etmədə, yəni sırf uşağa əgər
dinləyib uşaq anlayır. Müəllim, tərbiyəçi müəllim tərəfindən uşağa bəli məlumat ötürülür və uşağa artıq biz yarı vəziyyətdə saxlayıb uşaqdan danışmağını istəyiriksə, burada artıq biri var ki, konkret bir nağılı uşaq danışsın. Əvvəlcədən öyrənib bildiyini danışırsa, bəli, bu yadda salaraq hafizədir, həm də təfəkkür psixi prosesidir. Uşaq düşünür, danışır, məntiqi təfəkkür. Əgər yox, sırf uşaq elə öz yaradıcı, kreativ bacarıqlarını üzə çıxarırıqsa, bu birbaşa olaraq təxəyyül psixi prosesidir. Belə. Salam müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən də o cür anlayırdım bu müəllimənin dediyi sözə qüvvət olaraq. Yəni hər hansı bir, məsələn, uşaqdan bir nağılı soruşan müddəti, uşaq yarıya qədər danışır, tutaq ki, qırmızı papaqla. Aha, bəli. Yoldaşından təkrarən soruşur ki, sən dur, ardını davam elə. Bəli. O da o uşaq da yadında qalanı danışırsa, bu hafizə deyil demək. Bəli, hafizədir. O hafizədir. Sizdən söz deyə bilərəm. Səslər qarşı məndən bir. Bəli, mən bir söz deyim. Aha, Amma bədii təfəkkürdə hafizə götürülür. Bu iş üsuludur axı. Bəlkə ona görə fərqi var. ümumiyyətlə müəllimlər iş üsulunda, məsələn, burada konkret olaraq psixi proses soruşulmur ümumiyyətlə. Müəllimə sual verdi, mən sualını təbii ki, ətraflı deməliyəm, amma iş üsulunda konkret sizə deməyəcək ki, hansı psixi prosesdir, nədir. Sadəcə olaraq əsas açar sözlərlə odur ki, bugün uşaq dinləməlidir, məlumat ötürülməlidir. Sadəcə olaraq uşaqlarda mövzu məzmun zəngin olmalıdır və bir də tamamlanması məqsədi ilə istifadə etmək və nağılı tamamlamaq. Əgər nağılı uşaqlardan tamamlamağımızı istəyiriksə, o zaman hansı psixi proses olacaq? Təxəyyül. Təbii ki, təxəyyül. Çünki bilirsiniz, təxəyyül, yəni ki, təxəyyül odur ki, o demək deyil ki, uşaq hər kəs, məsəl üçün, necə bilir, elə danışmalıdır, tərbiyəçinin dediyi kimi danışmalıdır. Təbii ki, uşaq da öz təxəyyülünə uyğun danışmalıdır, başa düşdüyü qədər danışmalıdır. Əlbəttə. Bir dəqiqə, müəllimə, sizdən xahiş edirəm, olar sizə bir sual verin. Buyurun. Bəli, buyurun. Müəllimə, sizin bu linkinizi bax atarsınız qrupa, bu qrupa. Bəli, atılacaq. Bizdə işıq keçidli qadan alım. Tamam. Nədir, qoşula bilmirəm. Tamam. Nə olar, xahiş edirəm, atarsınız, səhərmən qulaq atın. Atacam əzim, narahat olmayın. Elə bildim sualla bağlı fikrinizi deyirsiniz. Tamam. Sağ ol qadana. Aha, tamam, qada görməyin. Buyurun müəllimə. Deməli, müəllimlər, ümumiyyətlə, belə bir şey qeyd eləmək istəyirəm. Əgər, məsələn, yarıda kəsib deyilsə ki, tutalım, nağılı danışmaq, uşaqlar artıq dinlədikləri nağıl edir və yaxud da ümumiyyətlə, uşağın dinlədiyi nağılı uşaqdan istəyirsə nəql et, təkrar danış və yaxud da onlara tutalım ki, süjet üzrə rolə bölüb səhnələşdirmə verirsə, artıq bu gedib çıxır, yaradıcıdır da, zaten süjetli rollu oyuna çıxır. Və ümumiyyətlə, burada məqsəd iş üsullarında müəllim tərəfindən nağıl nəql olunur uşaqlara. Müəllim tərəfindən, tərbiyəçi müəllim tərəfindən ötürülür. Və təbii ki, müəllim burada hansı meyarlar ətrafında nağıl etməni, belə deyək də, əsas gerçəkləşdirməlidir. Çünki bu meyarlar, dediyim kimi, zaman ardıcılığıdır, əyani vasitələrdən istifadə et, verbal və yaxud da qeyri-verbal, məqsəd və vəzifəni dəqiq müəyyən et. Bir də mövzu məzmun bilavasitə, belə deyək də, bir-birini zaman ardıcılığına əsasən zəngin olmalıdır. Budur. Bir də deyirəm ki, uşaqlar, belə deyək də, uşaqlar tərəfindən nağılın nəql olunması. Bu da artıq uşağın təbii ki, rabitəli nitqinin inkişafına gedən yoldur. Məsələn, deyirəm ki, nağılı danışıram, yarı yolda kəsib deyirəm uşaqlara, uşaqlar, indi əvvəli mən danışdım, bəs sonrası nə olacaq? Uşaqlar artıq sualı verirəm, nağılı artıq uşaq başlayırlar ardıcıllıqla danışmağa. Aydın olursa. Yəni, burada əgər yarımçıq formada nağılı kəsib, uşaqdan onun davamını tələb eləyirəmsə, uşaq davamını sən tamamla, danış. Bu, təbii ki, əsas psixi proses təxəyyül olacaq. Mütləq. Çünki uşaq məqsəd budur ki, öz zehnində canlandırsın və yeni süjet yaratsın. Aydın o, verilməyən hadisələr vardır. Uşaq axı bilmir ki, onun bəs yeni nağılda 2 dəfə eşidir uşaq. Uşaqlar, sizcə bunun davamını tutal, Murad, sən danış görüm, necə olar? Məsələn, tutan deyirəm ki, uşaqlar,
məsəl üçün deyirəm, bir gün dovşan meşədə gedir. Qarşısına sehrli bir, məsəl üçün deyirəm, ev çıxır. Bundan sonra nə baş verər sizcə? Dovşan nə ilə rastlaşar? Aydın olurmu? Artıq yeni bir hadisə, təxəyyül canlanır uşağın beynində. Aydın olur. Və sonra təfəkkür. Burada əslində bir çox psixoproseslər bir-biri ilə əlaqəyə girir müəllimlər. Çünki təxəyyül əsas vacibdir, yaradıcı bacarıqları uşağın. Çünki uşaq özü düşünür, hadisənin davamını özü gətirir, necəliyini, nə baş verəcəyini. Aydın olurmu? Burada təxəyyül də var, təfəkkür də var. Çünki təfəkkür də şuurlu olaraq uşaq məntiqi əlaqə qurur axı. Proses arası, hadisələr arasında məntiqi əlaqə qurur. Və yaddaş da var. Yaddaş da bu idi ki, əlbəttə ki, əvvəl eşitdiyini və belə deyək, hafizəsini xatırlayır. Əvvəl eşitdiyini, bildiyini uşaq hafizəsinə gətirib danışa bilər. İlk dəfə o nağılı eşidib, yarı sonda kəsib, müəllim onun davamını gətirməyini istəyirsə, bunun nə hafizə ilə, yaddaşın heç bir əlaqəsi yoxdur, birbaşa təxəyyül əsaslanır. Aydın olurmu? Uşağı tamamlamasını, nağılın tamamlamasını istəyirsə, situasiyada da təxəyyül götürürsünüz birbaşa %100. Ümumiyyətlə müəllimə, sözü də kəsirəm ki, müəllimə. Burada müəllimlərdə sual verdilər. Nəql etmə var ha. O sırf yaradıcı tənqidi və məntiqi təfəkkürün məhsuludur. Uşağa sual verilir. Sizcə bu nağılın sonu necə ola bilər? Ay, sağ ol. Yəni o təxəyyülün məhsuludur. Əlbəttə. Amma bəli. Amma uşaq onu beynində canlandırır öz təxəyyülü ilə, tənqidi təfəkkürü ilə və o suala cavab verir. Amma sual versək uşaqlar, keçən də biz hansı nağılı danışmışdıq? Kim xatırlayar? Kim o nağılı mənə danışar? Bu artıq olacaq hafizə. Əlbəttə ki, hafizə olacaq o. Milyon. Amma ibtidaidə buna deyirlər ki, proqnozlaşdırma. Uşaq nağılın sonunu əgər kəsirsənsə, uşaqdan soruşursansa, məsələn, Cırtdanın nağılında uşaqlar dərə təpə düz getdilər, işıq gələn tərəfə getdilər, divin evinə rast gəldilər. Sizsə daha nə baş verə bilər, nələr baş verə bilər? Artıq var onu proqnozlaşdırır. Eyni təfsir. Anladım. Ben deyirəm də sən onu da demək kimə deyim? Müəllimlər səsləri bağlayaq, səslər qarışır. Aha, xanım müəllimə. Bəli. Başa düşdüm. Aha. Çox sağ olun, var olun müəllimə. Gözəl izah verdiniz. Siz sağ olun. Və deməli, tapmacadır. Tapmacada müəllimlər biz dedik ki, ümumiyyətlə yüksək fəallıq uşaqlarda fəal aktivlik yaradır. Çünki niyə? Biz burada da elə ki, köhnədir əslində, burada elə bir yenilik bir şey yoxdur. Sadəcə olaraq burada o yönəldici sözlər sadalama. Sadalayırıq. Bəli, müəllim. Sadalanır. Əlamətlər sadalanır. Ona görə uşaq onu tapır. Məsələn, tap görüm, tapmaca, əşyanın nəyəsə əlaməti sadalanır. Uşaq onu əlamətlərə görə tapır və beyin idrak fəallığı yaranır. Doğrudur. Bəli, idraki fəaliyyəti stimullaşdırır birbaşa olaraq. Ümumiyyətlə, müəllimlər belə qeyd edeyim. Deməli, tapmaca iş üsulunda da, məsələn, biz, bir saniyə. Deməli, burada artıq görürsünüz, biz uşağı burada da istiqamətləndiриrik. İpucu vasitəsi var burada da. Çünki görürsünüz, biz təbii ki, birbaşa cavab deyə bilmərik. Məsələn, deyirəm, tutalım, uşaqlar, mən bir meyvəyəm. Dairəvi formam var, rəngini deyirəm. Məsələn, məni yeyirlər, mən kiməm? Məsələn, artıq meyvə dedim, formasını təsvir elədim, rəngini dedim, dadını tutalım dedim, alma. Məsələn. Üzr istəyirəm, həm də induksiya prosesində bir növ xüsusiyyətlərini sadalayırıq. Sağ olun, bəli, induktiv, deduktiv, birbaşa olaraq induktiv, deduktiv. Şaxələndirmədə deduksiya, elə olduqda daha asan olaraq yadda qalır. Bəli, induksiya, bəli, birbaşa olaraq tapmacanın əsas açar sözüdür ki, əlamətləri sadalama, ümumiləşdirmə. Olan xarakter ortada qalır, xüsusiyyətlər sadalanır ki, ortadakı gizlini tapılır. Şaxələndirmədə də deduksiya kimi ilkin ümumini deyirik, sonra. Bəli.
Çünki istiqamətləndirici sualı məsəl üçün biz tapmacada da veririk. Çünki niyə ipucu deyirəmsə istiqamətləndirici sualların yuxarıda növlərini dedim ha sizə. İstiqamətlendirici burada da var. Məsəl üçün deyirəm ki, tapmacada istiqamət deyirəm ki, 4 ayağı, quyruğu var və hürür. Bu nədir uşaqlar? Təbii ki, burada hürür deyirəmsə ipucu nə verdim? Hürmək itə məxsus bir əlamətdir. Aha. Yəni burada da tapmaca üçün əsas olaraq belə deyək də həmin bax bu belə deyə əvvəldən olan çünki anlayışın düzgün tapılmasında təbii ki bu hissəni elə bilsəz kifayət eləyir ki, burada uşağın təfəkkürüdür, idraki fəallığıdır, müşahidə qabiliyyətidir, məntiqi düşüncəni, bir də söz ehtiyatı. Əsas söz ehtiyatıdır ki, bugün uşağın söz ehtiyatını aktivləşdirir və rabitəli nitqinə gedən yolu inkişaf etdirir. Və sonra gəldi müəllimlərin müzakirə iş üsulu. Müzakirə əsas iş üsulumuzdur ki, bugün dərk etmə mərhələmiz. Əqli hücum motivasiya idi, müzakirə bizim dərk etmə mərhələmiz idi. Müzakirə deməli iş üsulunu deməli əsas olaraq tənqidi təfəkkür bilavasitə olaraq bayaq problemli vəziyyətdə də dedim. Suallarda da dedim, müzakirədə də bircə bu üç üsulunu qarışdırmırsınız, yəni. Müzakirə iş üsulunda biz ümumiyyətlə burada da problemi təhlil eləyirik, amma təhlil eləyirik, analiz eləyirik. Burada tədqiq edirik problemi. Tədqiq edərək problemin həll yollarını axtarmaq müzakirə iş üsuludur. Tətbiq edərək problemin nəticələrini sonda ümumiləşdirmək problemli vəziyyətdir müəllimlər. Aydın olurmu? Tədqiq edərək problemin belə deyək, təhlil etmək, müzakirə, diskussiya, problem ətrafında müzakirə, diskussiya yaratmaq, tədqiqat aparmaq, təcrübələr aparmaq, oxşar və fərqli cəhətlərin üzə çıxarmaq, analiz etmək varsa müzakirədir. Yox, tətbiq edərək əgər işçi vərəqlər harda gördük biz? Problemli vəziyyətdə gördük, elə deyilmi? Qruplar harda gördük? Qruplar problemli vəziyyətdədir, kollektiv müzakirə iş üsulundadır. Aydın olurmu? Bunun da əsası da qarşılıqlı mübadilədir. Əgər qarşılıqlı mübadilə varsa, bu müzakirədir. Bəli, qarşılıqlı mübadilə əsasında bəli. Çünki biz burada görürsünüz, bayaq da dedim ki, açıq tipli sualları veririk. Çünki əvvəlcədən biz qaydaları qoyuruq. Mövzu ətrafında mövzu ümumiyyətlə aydın şəkildə uşaqlara çatdırılır və müzakirənin məqsədi artıq mövzunu inkişaf etdirmək üçün bu yöntəmdə uşaqlara suallar vermək və qarşılıqlı mübadilə əsasında da uşaqlara görürsünüz, deyir, qapalı suallar qəti şəkildə verməyin də, yəni niyəsi, nə üçün, fikrini əsaslandıran suallar verir, uşağı danışdır. Görürsünüz, deyir, sizin fikrinizcə, ay uşaqlar, həmin obraz nə hiss etdi? Və siz o obrazın yerində olsanız necə hərəkət edərdiniz, məsələn. Yəni, bunların hər biri, görürsünüz, yəni burada artıq praktik mərhələlər də burada verilir ki, hər biri artıq burada verilir ki, məsəl üçün, motivasiyada nə deyirəm? Motivasiyada maraqlı bir situasiya danışmasam, uşağın diqqətini çəkməsəm, uşaqda mən necə motivasiya, əqli hücum iş üsulu qura bilərəm? Aydın olurmu? Müzakirədə artıq çətini motivasiyanı qurmaqdır. Əqli hücumu artıq yaratdıqdan sonra artıq keçirəm ikinci mərhələ dərk etmə mərhələsi. Dərk etmədə konkret olaraq tənqidi təfəkkürdür, bayaq da dedik. Və burada artıq müzakirə qaydaları uşaqlara artıq bildirirəm ki, tam uşaqlar yəni bu cür qaydalara əsasən biz bugün müzakirələrimizi təşkil edəcəyik. Sual-cavablarla müzakirələrə qoşulmaq, əsas belə deyək də fakt və hadisələrə əsaslanaraq biz bugün bildiklərimizi biliyi bacarığa çevirəcəyik. Biliyi bacarığa çevirmək və tədqiq edərək. Tədqiq edirəm müzakirədir, tətbiq edirəm oyunlar iş üsuludur. Aydın olurmu? Aha, və fəal müzakirə. Görürsünüz, hətta aydınlaşdırıcı, istiqamətləndirici suallar verirəm və ya cütlərlə fikir mübadiləsi, cütlərlə iş formasında da müzakirə təşkil edə bilərəm, məsələn. Fikirlərin paylaşılması, uşaqların hər birinin fikirlərini, öz cavablarını izah etməsi, fakt və hadisələr, dəlil, arqument gətirmək, sübut gətir, arqument gətir, fikrini əsaslandır, mövqe münasibət mühakimə bildir. Aydın olurmu? Aha, hətta burada
Görürsüz Piaget Vygotsky bütün iş üsullarında öz elmi əsaslandırması qeyd olunur ki, Vygotsky-də artıq sosial ünsiyyət. Çünki birbaşa kommunikasiya müzakirə iş üsulundadır. Uşağın kritik kommunikativ bacarığı müzakirə iş üsuludur. Elə sosiallıq, ünsiyyət də birbaşa Vygotsky-nin adıdır. Amma Piaget-ə görə müzakirəni necə tətbiq etmək olar? Vygotsky sosiallığı ünsiyyətə əsas tuturdusa, ünsiyyət səriştəsini Piaget deyirdi ki, təhlil et, fikir bildir. Yəni bu belə deyək də, yenə də fikrini bacarığını təcrübədə, yəni o bacarığı, o qazandığını təcrübədə göstər. Aydın olurmu? Hətta yenə burada anlama, təhlil, dəyərləndirmə, yenə Bloom'un mərhələlərini burada qeyd olunur. Yenə də deyirəm, Bloom'u ayrıca olaraq sabah hər birini iş üsulları üzərindən ətraflı şəkildə verəcəm ki, heç bir şəkildə, heç bir yəni qaranlıq qalmasın bu hissələrlə bağlı. Aha. Hətta görürsüz təcrübədən nümunə. Bugün müəllimlərimizin məşğələ prosesində, dərk etmə mərhələsində müzakirə iş üsulu, daha çox biz deyirik əqli hücum, müzakirə suallar. Cari planımızı yazanda bu iş üsullarına ən çox əqli hücum, başda birinci əqli hücum, sonra müzakirə, bir də suallar veririk. Aha. Deməli, bura qədər sual varmı müəllimlər? Nə aydın deyil? Aha. Sualınız varsa buyurun müəllimlər. Müəllimə, Aha, bəli. fəaliyyət mövzusunda belə izah edə bilərsiniz aydın şəkildə nə vaxtsa? Necə əzizim? Fəaliyyət mövzusu var, fəaliyyət, yaşlar. Aha, yaşlar üzrə fəaliyyət. Tamam. Onu da bu cür açıq şəkildə, yəni izahı varsa, İnşallah. qaydını göndərə bilərsiniz qrupa. İnşallah canlı izahın, yəni ödənişli qruplarım var, amma ödənişsiz qrup üçün ayrıca eləyərəm. Tamam. Mən bir dənə söz soruşum. Bu PDF-i ödənişsiz qrupa atacaqsınız yoxsa? Bu Artinin PDF-sidir. Əlbəttə müəllimlər, bu çərçivənizin yeni çıxan çərçivənizin PDF-sidir. Baxın. Həmin bax bu PDF-dir. Bir saniyə. Mən birinci dəfə müəllimlə də hazırlaşıram. Müəllimlə mən birinci dəfədir bu qədər şeyini, incəliklərini görürəm. Onu görürəm. Aha, siz sertifikasiyasız müəllimə. Bəli. Birbaşa hamısı. Bölümü Bax bu iş üsullarını təmiz bilən, bütün bunun taksonomiyası daxil, bu yeniliklər, nəzəriyyələr daxil, nə dedim? Yəni bütün əsas Piaget Vygotsky, bütün elmi əsaslandırması mümkün deyil, yəni 50 plus yazmamaq mümkün deyil. Çünki çətin, orta çətin, asan, səviyyəli suallar, elə Bloom'un qurulacağı, yəni mərhələlərdən ibarət suallar hamısı bax düşəcək imtahanda, yəni istər işə qəbul, istər sertifikasiyada düşəcək. Çünki yenilikdir. Hər iki çərçivəni də qoyub, yəni əlaqələndirmişəm. Baxmışam ki, hər ikisində də var, yəni. Salam müəllimə. Bloom düşəcək. Bəli. Çərçivədə Bloom deyirlər yoxdur axı, yoxsa varmı? Var. Sadəcə Bloom adı ilə düşməyəcək. Bloom'u ilə suallara talıblar da. Suallar da elə. Bəli. Suallar deyil, hamısı Bloom'dur. Metakognitiv hamısı düşəcək olar. Əlbəttə ki. Hə, çox sağ olun. Siz sağ olun. Sabah yenə müəllimlər. Axşamınız xeyir. Deyirəm, nə xoş təsadüf. Mən bir neçə vaxt əvvəl sizinlə dərsinizdə olmuşdum. Sonra nə elədimsə sizi tapa bilmədim. Yenə təsadüf qoşulmuşam. Müəllimə, zəhmət olmasa məni də ödənişsiz qrupunuza qoşarsınız. Ödənişsiz qrupumda yoxsunuz müəllimə? Bilmirəm ki, o qədər. Yox müəllimə, kimsə link atıb təsadüfən. Yadınızdadır bir dəfə dedim, çox gözəl səsiniz var. Yazarsınız. Yazın, şəxsi əlavə edilməsin. Hara yazın müəllimə, bilmirəm ha nömrəni. 099 350 1077. Ümumiyyətlə 099 350 1077 üzərindən əlaqə saxlayın müəllimlər, həm ödənişli, həm ödənişsiz dərslərimiz üçün. Sürət qrupları olacaq inşallah. Siz YouTube kanal açmısınız? Əlbəttə ki. Əlbəttə.
Yəni izahlarınız Maşallah yüzü keçib orada videoların sayı. Müəllimə, zəhmət olmasa qələmi indi gətirdim. Bir də deyin də nömrə. 099 müəllimlər 350 1077 Güzel. WhatsApp nömrəsi, bəli. WhatsApp 724 1072. 1077 350 1077 müəllimlər. Kəmalə Dəniz əlaqə saxlayın. Təşəkkür edirəm müəllimə sizə. Var Mən olasınız. təşəkkür eləməz. Müəllimə, sizin Dərsiniz qrupunuz mərhəmətli. olacaq, yəni Əlbəttə sentyabr. Ay yarım. sertifikasiyaya qədər çatacaq müəllimə. Bəli, ay yarımlıqdır bütün proqram. Bir də ödənişinizi də deyə bilərsiniz. Şəxsi də zəhmət olmasın. Mən bir dənə söz deyim. Kəmalə Dəniz yazdım axı sizin adınız YouTube-da çıxmadı. Kəmalə Dəniz məktəbə qədər. Kəmalə Cəfərova getmir müəllimə Yox, adınız. soyadım Cəfərovadır, amma Cəfərova yazmamışam. Kəmalə Dəniz. Bildim. Orada üzr istəyirəm. Kəmalə YouTube-un linkini ataram sizə müəllimlər. Yataram sizə çıxar. Çünki orada digər əməkdaş yoldaşım təlimçinin adı da var. O artıq fəaliyyət göstərir. budur. Hə, Və ay, Kəmalə. bəli. Düzəliş eləyəcəm kanalıma. Sadəcə o müəllimə artıq səhhətinə əlaqədar Onda müəllimə YouTube-da Kəmalə Dəniz yazaq, hə? düzəliş edəcəm. Siz yazın, düzəliş edəcəm. Linki göndərəcəm qruplara. Siz sadəcə bir dənə yazın, mən sizə ödənişsiz qrup əlavə edeyim müəllimlər. Hər bir şeyi çünki orada Allah paylaşıram ödənişsiz qrupda. Dünən sınaqlar göndərmişəm. Sabah inşallah bu həftə olacaq. Maraqlı qarışıq imtahan tipində sınaqlar olacaq. Link vasitəsilə olacaq. Onu da qeyd edeyim. Hə, mən sizin necə nə qədər axtarırdım, bu da bir xoş təsadüfdür. Bir də müəllimə, mən deyirlər ki, yaş fəaliyyətləri düşməyəcək artıq. Belə deyim də müəllimlər, yaşlar düşməyəcək. Yaş deməyəcək bu hansı yaşdır. Qarışıq şəkildə əsas ümumi təlim nəticələrini öyrənin fəaliyyətlərə görə. Bilirsiniz necə? Məsələn, var bədii fəaliyyət, əmək fəaliyyəti, oyun fəaliyyəti. Bunlar bizim əvvəldən 54 səhifəlik kurikulumumuzda var. Elə mən fəaliyyətləri oradan keçirəm. Kurikulumun özündən. Amma əsas %100 yaşlara görə istəyirsinizsə, məsələn, orta qrupun bu, böyük qrup bu milyon faiz sertifikasiyada ümumi təlim nəticəsidir düşəcək. Gedin ümumi təlim nəticələrini əsas yaxşı oxuyun. Çünki situasiya Bizə deyirlər axı düşməyəcək müəllimə. yox, ümumi təlim nəticəsi milyon faizlik kim deyir düşməyəcək? Ümumi təlim nəticəsi həm miqdə düşür, həm sertifikasiyaya düşür. Mümkün deyil. Eyni Yox, zamanda ümumi təlim nəticəsini demirəm müəllimə, yox. fəaliyyətlər də düşür. Fəaliyyətlər də düşür. 54 səhifəlik kurikulum bizi olmasa çıxarlardı da Hə, hə. çərçivədən. Əsas belə deyim də, O var müəllimə, 54 səhifəli PDF-də var, amma deyirlər ki, yox, düşməyəcək. yox, qarışıq şəkildə düşürəm. Mənim elə şey olar. Yəni bu günə qədər artıq 3 dəfə miq imtahanı olub, bir dəfə diaqnostik olub. Diaqnostikanı indi diaqnostika suallarını indi Müəllimə, müəllimlər miq hər il işlədir. olur 3 ildə. Bəs bu il niyə miq eləmirlər gecikir? Hə, miq hələ bir söz demirlər. Ola bilər ki, noyabra falan ola. Çünki elə eləyəcəklər sertifikasiya ilə vaxtı toqquşmasın. Müəllimə, birinci sertifikasiyanı sala bilərlər. Bəli, oktyabra deyiblər. Bəli. Mən eşitdim ki, birinci deyil sertifikasiyanı eləyəcəklər ki. birinci Onların yeri rahat olsun. sertifikasiyanı bilsiz necə? Hər iki çərçivədə çıxıb. Biri mart ayında, biri iyul ayında. Hər iki çərçivədə çıxıb. Bu o demək deyil ki, işə qəbul çıxıb deyə hökmən bu il işə qəbulun imtahanı olmalıdır. Sertifikasiyanı əvvəldən deyiblər ki, 2026-nın sonuna kimi sertifikasiya prosesi yekunlaşmalıdır. Müsahibəniz də 2027-ci ilə çəkəcək, yəni. Təbii ki. Ona çəkəcək. Bəli, Müəllimə, yox, dedilər ki, sertifikasiya miqdən əvvəl olacaq ki, istədikləri kimi təmizləyəcəklər ki, yaxşı yerləşdirilsin. Mənə elə dedilər, nə bilim. MİQ mən yenə də deyirəm də müəllimlər, mən öz müəllimlərimə də demişəm ki, hələ ki görünmür MİQ. Görünmür. Mən hamını arxayın sala bilməm. Bir də gördünüz qəfil qeydiyyat çıxdı. Mən onda pis olmaq istəmirəm. Axı müəllimə desə ki, müəllimə bizə arxayın elədi ki, olmayacaq. Biz də əlimizi çəkdik, oxumadıq. Yəni bunlar gizli xarakter daşıyır da müəllimlər. Oxuyanda oxumağın nə ziyanı var ki, qəfil imtahan çıxdı, niyə əl ayağa düşəsiz? Gözdə heç bir aydan az vaxt verirlər. Ziyanı yoxdur müəllimə. Prosta biraz istilər adam deyil. Hə, isti vaxtda bəli, siz Sizi amma siz bezdirmək gücünüzü çoxdan verin, verin, siz müəllimə. bütün müəllimlərə Niyə aiddir. Narahat olmayın, bütün müəllimlərə deyirəm, müəllimlər. Bütün müəllimlərə qeyd eləyirəm ümumiyyətlə. Yəni sentyabrda artıq bilirsiniz ki, yeni tədris ilidir, bağçada da iş prosesi ağırdır, məktəbdə fərqi yoxdur. Gücü verin, çünki sürət qrupundan ümumiyyətlə deyirəm də, yəni sürətli şəkildə təkrarlasaz, bazalı müəllimlər ümumiyyətlə
Sıfırdan Müəllimə, sizin müəllimlər sürət qrupunuz var? Sürət qrupunuz hələ var? açılmayıb, sentyabrda açılacaq. Müəllimə, sizin test qrupunuz var. Bəli, Ödənişli. bəli. Ödənişli. Quiz bu. Müəllimə, Bu var, bəli. bir söz soruşum. Sürət qrupunda necə olur? Yəni sual-cavab olur, yoxsa mövzu keçilir? Xeyr, Bir dənə ancaq testlər üzərində işləyəcəyik, test. hə, bəs tutalım müəllimə mövzu haqqında anlayışı yoxdur da, tutalım taksonomiyada sıfıram. Aha. Onu mən orada öyrənə bilərəmmi? Əlbəttə ki, Sürət qrupu. izahlar göndəriləcək təbii ki, video kaydlar, izahlar, video izahlar göndəriləcək. Növbəti dərs prosesinə müəllim gələcək. Bir sual, bir test, bir sual, bir test. Sual-cavab test əsasında olacaq. Sual-cavab eləyəcəm, tutalım bulumu soruşacağam, testini işləyəsiniz. Məsəl üçün. Hə. Yəni mövzular göndərilir. Bir müəllimlər çox üzr istəyirəm. Günay müəllimə fikrinizi tamamlayın, sonra Aynur müəllimə. Aha, yəni mövzular göndərilir, PDF falan sadəcə sürətli gedir də hər şey. Sürətli gedəcək, bəli. Sürətli 4 mövzu götürüb gedəcəyik, bəli. Çünki artıq bizim vaxtımız yoxdur ki, həftəyə bir mövzu ilə dayana gedək. O artıq gedir, çıxır 4 aylıq proqrama. Bəli. Başa düşdüm. Müsahibəni niyə 2027-də saxlayırlar ki, çox uzadırlar elə? İlin sonundan başlayacaq da müəllimə. Elə olur da həmişə. Bu qədər müəllim imtahan verəcək, bəs proses ağırdır axı sistem. Demək, müəllimlər, baxın, bax bu hissəni bir saniyə. Deməli, bu belə deyək də konspekt halında əsas yerləri, bir də əsasları bağlayaq, mən tapşırığı verim, müəllimlər çox xahiş eləyirəm. Rekord prosesində pozur bir saniyə müəllimlər. Də Aynur müəllimə bağlayın səsi. Aha, Səbnə müəllimə səsi bağlayın. Aha. Bir saniyə. Hə. Bax bu hissəni müəllimlər əsas yerləri dediyim kimi elmi əsaslandırmasına mütləq baxın. Çünki yenilik burdadır. Nəzəri baxımdan nəzəriyyələr, məsələn o Piaget Vygotsky tərəfini dedim. Deməli, nümunəsinə baxırsınız, təcrübədə nümunə verir məsəl üçün. Buna baxırsınız. Bir də əsas hissəsinə baxırsınız ki, mən bunu indi burada təbii ki, açar sözündə vermir, amma mən əsas yerləri dedim ki, məsələn situasiyada bizdən nə tələb olunacaq ki, tutalım biz iş üsullarını tapmaqda daha çox. Amma bulumla əlaqəli olaraq bulumun bütün iş üsulları ilə ümumiyyətlə əlaqəsini, əsas da suallarla olan suallar iş üsulunu sabah inşallah ki canlıda, amma qeyd edeyim ki, belə deyək də qısa testlərini verəcəm, çünki əsas ödənişli qrupun testləridir. Digər müəllimlərə də haqsızlıq eləyə bilmərəm, çünki yeni hazırlamışam o testləri. Bir hissəsini sırf sizlərə ödənişsiz müəllimlər üçün sadəcə kömək dəstək məqsədi ilə ki, sabah belə bir situasiya görsəz, bilin ki, öncədən hazırlıqlı olun ki, bax belə bir situasiya düşər imtahanda. Bundan da artıq yəni əlimdən gəlmir də, çünki bacardığım qədər maksimum izahını verirəm, açar sözlərini deyirəm. Sabah da testindən bir hissəni göstərəcəm də sizə, yəni hər biriniz üçün inşallah ki, xeyirli olsun. Beni görəsiniz. İnşallah. Bu qədər. Müəllimə, yekunlaşdırırsınız dərsi müəllimə. Bu suallar da, bu suallar iş üsulunun